Deməli, gənclər, mən bugünkü mövzuda sizə izah etmək istəyirəm ki, reconnaissance nədir, reverse shell texnikası nədir və privilege escalation nədir? Reconnaissance kəşfiyyat deməkdir. Yəni biz belə deyək, hücum edəcəyimiz sistemə, serverə əvvəlcə bir belə deyək də aktiv bir kəşfiyyat aparırıq xüsusi alətlərlə və bu kəşfiyyatın məqsədi nədir? Kəşfiyyatın məqsədi odur ki, görəsən burada hansı servislər var, hansı portlar açıqdır, hansı portlar qapalıdır, açıq olan portların servis nömrəsi neçədir? Bunu aşkar çıxarmaq istəyir və bunun üçün də ən məşhur toollardan biri Nmap-dir. Yazırsınız bura Nmap. Mmap dedikdən sonra yazacaqsınız ki, sc default script dedik biz buna, arkada çalışan script və ardınca yazırıq sv. Sv yəni bizim üçün aşkara çıxarır versiyalarını. Hansı versiyalar var, xidmətlərin o versiyalarını göstərir, arkada çalışan və nəhayət trp də yaza bilərsiniz konkret portu göstərmək üçün və biz gəlib burada IP ünvanı yazırıq. Yəni hədəf ünvanının IP-si yazırıq 10 49 düzgün yazmaq lazımdır. 10 49 hər birinizdə bu IP fərqlidir və hər birinizdən seminar boyunca dərs danışanda soruşacağım bu olacaq ki, və əsas məsələ baxacağım hissə IP ünvanı sizlərdə fərqlidir yoxsa eynidir. Eyni olsa ki, bunu qəbul eləməyəcəm. Bunu başından bəri deyirəm sizə. Çalışın, özünüz bunu sərbəst şəkildə işləyin. Hər birinizə 40 dəqiqə bildiyim qədər istifadə imkanı verir. 10, 49, 138 və ardınca uşaqlar 66 deyib IP adresi skan edirəm. IP adresimiz skan olduqdan sonra, yəni burada skan gedir. Burada IP adresi yox, saytın adı da ola bilər. Amma saytın arxada işlənilən, belə deyək, arxasında olan IP kodu biz qeyd edirik. Çünki bizə IP ünvan verilir və nəzərinizə çatdırıram ki, burada bizə göstərilməyən portların sayını da qeyd edir. 998 o deməkdir ki, burada qapalı port, bir də var gənclər, açıq port. 1000 dənə əgər biz düşünsək ki, default olaraq port skan edirsə, biz bunu qeyd edəcəyik və yaxud da ki, buradan saya bilərsiniz. 22 port, 22-ci port və 80-ci port. Fikir verirsinizsə, burada artıq 2 dənə portun açıq olduğunu görürsünüz. Sadəcə bura 2 yazıb çəkə ekləyə bilərsiniz. Gördüyünüz kimi birinci hissəni keçdik. Daha sonra bizə soruşur ki, fonda çalışan Apache servisinin versiyası nədir? Baxın, ipucu olaraq burada göstərir. Sondakı nədirsə 2 rəqəmli bir ədəd olmalıdır. 2.4.41. Daha sonra servis 22-ci portda çalışan servisin adı nədir? Baxın, portumuz 22. Çalışan servis hansıdır? SSH. Gəlib yazacağıq bura SSH və çəkə vuracağıq. Ardınca bizə deyir ki, web serverdə, yəni hal-hazırda biz bilirik ki, Apache varsa, demək ki, və burada 80-ci portu görürsünüzsə, bu deməkdir ki, sən brauzeri açsan və gəlib burada hədəf ünvanının IP-si var. Bizdə bu hədəf ünvan var. Hədəf ünvanı IP-sini yazsaq, gəlin onda baxaq, bax burada. Hədəf ünvanı IP-si 10, demək 49, ardınca yazırıq 138 və 66. Fikir ver, sizə bir sayt açılacaq ki, bu saytın açılmasını onu göstərir ki, biz artıq bilirik ki, 80-ci port hardasa görsək, gözümüzün qabağına gətirməliyik. Bu HTTP-dir. Yəni, biz web sayt şəklində sistemə daxil ola bilərik. Daha sonra, gənclər, bizdən soruşan nədir? Əvvəlcə ekran təmizləyək, clear deyirik, ekran təmizləyirik. Enter-ı klikləmək lazım təbii ki. Bizə deyir ki, GoBuster alətdən istifadə edərək qovluqları aşkara çıxar serverdən. Bunun üçün yazırsınız ki, sudo super adminin, daha doğrusu super user'ın istifadə etdiyi komandadır sudo. Yəni biz məcbur edirik ki, bu komanda ilə məsələn bizim sonda yazdığımızı çalışdırsın. Mesela sudo dedikdən sonra yazıram ki, GoBuster dedikdən sonra yazacaqsınız bura dir dedikdən sonra yazacaqsınız /u, həmçinin kiminsə nə sualı yaransa mütləq soruşmağa çalışsın gənclər. Deməli, Deyir o nə deməkdir? dir o deməkdir ki, əzizim, ünvan, URL, ünvan. Yəni sən gəl bura artıq
saytın adını yazacaqsan. Dil onun mənası o deməkdir. http:// dedikdən sonra IP ünvanımız nədir? URL, URL yazılır. Deməli, bizim IP ünvanımız, bizim yox, daha doğrusu hədəfin 10 49 ardıca 138 və 66 yazıb. Enter-ə klik əsas və təbii ki, burada biz bir dənə səhv buraxdıq. Bizi ona bir siyahı verməliyik, lüğət verməliyik. Çünki biz burada lüğət hücumu ilə gerçəkləşdirərək biz deyirik ki, məsələn, bu papkada, web serverdə hansı papkalar var, onları göstər. TRW yazmaq yaddan çıxıb və ardıca lüğətin yolu user, share, word list, ardıca yazırıq dirb və common TXT. Gənclər, bu ilə bağlı, bu indi bizim Linux'umuzda var, Kali Linux'da var. Məsələn, siz gəlib burada bir dənə ekstra terminal açsanız, məsələn, bax, gəlib burada heç terminal açma ehtiyacı yoxdur açığı. Bax, fikir verin, user papkası. Deməli, root home-a gəlsəz, burada file system var. Keçsəz bura. Bizdə hansı papkadır? User, share, baxın, share, wordlist. Tapırıq burada wordlist papkasını. W yazsız wordlistə gəlib çıxır. Bax, fikir verin, 2 dənə papka var. Dil var, bir də dil basser var. Yəni, hətta görürsünüz, seklist də var. Seklistdəki fayllarla, yəni lüğət ehtiyacımız çoxdur burada. Yəni, çoxlu, necə deyərlər, lüğətlərimiz var. İstədiyimiz lüğəti seçib, onun üzərində axtarış verə bilərik. Bunlardan biri də ən məşhuru da dilbin içərisindəki common TXT-dir. Fikir verin, bir neçəsi var. Katala TXT var, indexes TXT var, mutations TXT var. Bunlar hamısı gördüyünüz bir lüğətdir və ən məşhurlarından biri common TXT-dir. Biz bunu istifadə edirik qovluqları taramaq üçün və enter klikledikdən sonra fikir versinizsə scan prosesi başlayır və scan prosesində artıq görürük. Gəlin buradan screenshot alaq. Hal-hazır ki, situasiyada işlədiyimizi göstərmək üçün və Niye nəhayət ancak common o birisler yok? hansı? Bax, orada Common'u bir seçtiği de var. o birisler ne kadar papka var orada. Orada çoxlu papkalar var, çoxlu adında onun fayllar var. Common text bir sən üçün seçilir. Yəni məcbur deyilsən təbii ki, common text-ni seçməyə. Sən orada bilməm fikir verdin yoxsa yox. Setlist-in içində də var idi. Baxın, gəlib bir dənə bunu açsaq. Yəni bu açılsın sizə göstərim. İstədiyini seçə bilərsən. Amma niyə görə common text-i gəl izah edin. Common text adından göründüyü kimi burada bir necə deyərlər, adında nə var? Əgər diqqətlə baxsan, görəcəksən ki, adında ümumi sözü var. Düzdür? Deməli, bu ümumi sözü də o deməkdir ki, burada ümumiləşmiş lüğətlər var, ümumiləşdirilmiş sözlər var. Hansı ki, bu sözlər əsasında sən tapırsan, görürsən ki, məsələn, panel sözü orada mütləq ki var, server statusu var və ya da uploads var. Məsələn, biz düşünürük ki, oradakı niyə görə common text var. Burada server statusu, paneldə upload görsən, çıxdı bizə. Və ya da ki, hər bir web saytda ümumilikdə götürsək, JavaScript papkası var. Ümumilikdə nəzərə alaq ki, yaradılan sistemlərdə mütləq JavaScript var. Demək, JS sözünü oraya əlavə ediblər. Başa düşdün? Yəni common text-i burada daha detallıdır. Hətta bu ilə bağlı necə deyirlər, daha detallı araşdıra bilərsiniz. Yəni bu formada davam etmək olar. Sualın cavabı aydındırmı sənə? Niyə görə common text-i seçirik? Yes. Okey, yəni burada standart ünvan var da, burada əsas məsələ var. Common TXT adətən adından da göründüyü kimi ən çox rast gəlinən fayl və qovluq adlarını özündə birləşdirir. Yəni burada bunun alternativləri də var. Belə, gördüyün kimi burada 403-lər var. 403 zaten uşaqlar forbidden deməkdir. Yəni qadağan olunmuşdur. Qadağan olunmuş bir ad nədir onun? Yerə giriş eləməkdə biz. Bundansa biz 301-lərə baxacağıq. 200-ə baxa bilərsən. Məsələn, uğurlu giriş görürsən burada. Məsələn, biz gəl oraya yazsaq ki, IP ünvanının sonuna. Bir də yeri gəlmişkən donmalar ola bilər. Donmaların səbəbi, əgər donma yaşayırsınızsa, tövsiyə edirəm ki, bunu yeniləyin və bizə qeyd edir ki, 11%-dən az bir zərtifika qalıb. Mən bir dənə bunu tez şarj edim, gənclər. Belə, gəldik digər məsələyə. Baxın, burada IP adresimiz bizə verilir. Bu, əgər donursa uşaqlar, bunu x-əmək lazımdır. Əgər çox donursa, görürəm ki, bu internet bağlantısı ilə əlaqədar müəyyən qədər donur. Refresh edək, problem deyil.
Sadəcə refresh eləyəndə nəzərə alın ki, Attach Box yenidən yüklənəcək. Ümid edirəm ki, ə, birbaşa açacaq. Okey, açdım. Əla. Bura gəlib məsələn yazsaq ki, index.php. Çünki tapılanlardan biri budur. Keyword-isə index.php deyəndə də məni hara yönləndirir? Əsas səhifəyə. Başqa hansı papkalar var? Məsələn, CSS papkası. Məsələn, mən bu CSS papkasına gəlib burada tarasam, nə baş verəcək? Görürsüz, iki dənə CSS faylı baxıram və görürəm ki, saytda istifadə olunan CSS kodları burada görülür. Və yaxud da ki, başqa hansı var? JS papkası. Məsələn, mən gəlib burada JS papkasını tarasam, IP ünvanından sonra JS yazsam, nə görəcəm? Bu veb saytın hazırlanmasında istifadə olunan JavaScript kodları var. Baxın, McWindy Xserver JS. Yəni bu deyəsən səhv demirəmsə Portuqaliya dilində yazıblar bunu. Portuqaliya dilində məsələn fayl adlandırıb və faylı görürsüz, yerləşdirib bura. Baxın, hər şey var. Bizə lazım olanlar hansılardır? Diqqətlə baxın. 301-lərə baxın, 403-ə baxma ehtiyac yoxdur. Panel qaldı, bir də upload qaldı. Gəlin bunu sınayaq, görək ki, burada nə var. Mən gəlib buraya yazıram ki, panel. Panel dedikdən sonra bura yükləmək üçün olan hissədir. Bir də uşaqlar, uploads var. Məsələn, upload görürsünüzsə, bu demək ki, böyük bir təhlükə var burada. Çünki upload görmək o deməkdir ki, sən artıq belə deyək, uploadsun olmağı. O deməkdir ki, gənclər, burada artıq sən bu faylları görürsən və bu fayllar bizim üçün riskdir. Yəni kimsə bunu görsə, bura zərərli kod yerləşdirib çalışdıra bilər. Xahiş edirəm, ekran rekord olunur deyənə çizimlərinizi eləməyin. Daha sonra qayıdırıq bura. Bu hissədə gəlib panel deyəcəm. Çünki əsas məsələ buradan başlayır. Biz sistemə zərərli faylı yükləyəcəyik. Qolbastıdan istifadə edərək veb serverdə qovluqları tapdıqmı? Tapdıq. Çekə vuracaqsınız. Daha sonra ardınca keyword sizə gizlin qovluqlar hansıdır? Baxın, əgər burada hərf sayına baxsaz, 5 hərflidir. 5 hərfli bizdə gizlin qovluq hansıydı? Əgər diqqətlə baxsaz, görəcəksiniz ki, 5 hərfli gizlin qovluq yazılış qaydası belə olmalıdır. Slash panel slash bu formada. Digər gizlin qovluq, məsələn, upload 5 hərfli deyil. Bu 5 hərfli deyil. Hətta nöqtədən sonra fikir verirsinizsə nəsə var. Amma burada bizə göstərilən yerdə nöqtə və sonraki hissə qeyd olunmur. Deməli, bizə lazım olan nədir? Panel. Buranı bitirdik. Reconnaissance kəşfiyyat deməkdir. Kəşfiyyatın iki tipi olur. İki tipə bölünür. Aktiv kəşfiyyat və pasiv kəşfiyyat. Aktiv kəşfiyyat bu alətlərlə biz uzaq serverə sorğu göndəririk və bu ilə bağlı məlumatda olur həmin şəxs. Amma pasiv kəşfiyyatda sən internet üzərindən OSINT dediyimiz texnika var da, biz ondan istifadə edərək burada gizli bir kəşfiyyat aparırıq, məlumatlar yığırıq və s. Kəşfiyyatın aktiv növünü hal-hazırda görürsüz. Mmap və GoBuster. GoBuster papkaları sıralamaq üçündür. Mmap də açıq portları götürmək üçün. Və gəldik işin əsas hissəsinə. Mən deyərəm ki, çox önəmli hissədir. Bu adlanır reverse shell. Baxın gənclər, reverse shell nədir? Mən uzaqdakı hücum edəcəm şəxsi öz kompüterime gətirirəm və onu bir növ tələyə salıram. Öz ayağı ilə gəlir. Bayaq başda izah etmişsə, sıçan varsa deyək ki, oturduğunuz bir otaqda və yaxud da ki yerdə siz sıçanın dalıyca qaçıb onu tutmursunuz. Yəni siz tələ qurursunuz və sıçan o tələyə gəlir, yerləşir. Reverse shell o deməkdir ki, qarşı tərəfdəki şəxs sənin kompüterına bağlanır. Biz onu gətiririk. Necə gətiririk? Sistemdəki boşluğu görüb, ora bir dənə reverse shell skripti yerləşdiririk. Reverse shell skriptlərini internetdə araşdıra bilərsiniz. Hətta mən bu mühitdə, buradakı mühitin özündə araşdıracağım. Yazacağım ki, reverse shell script. Bizim uşaqlar saytımız fikir versə index.php-dir. Index.php olduğuna görə PHP faylı, PHP skripti tapacağım. Deməli, reverse shell script ardınca PHP yazsaz, birbaşa PHP ilə bağlı bizdə, baxın görürsünüz, hara gətirib çıxartdı bizi, Pentest Monkey. Hətta mən sizə bir şey deyim, Kali Linux işləyirsinizsə, bunun özündə hücum alətləri var. Yəni, reverse shell üçün burada məsələn məcbur deyilsən ki, bu sayta daxil olasan və bu saytdan götürəsən. Bunun əksinə gənclər, nə edə bilərsiniz? Gəlib burada terminalı açarsınız, ya da terminalı açmaq ehtiyac yoxdur. Root hissəsinə gələ bilərsiniz. Root hissəsinə gəldikdən sonra fayl sisteminə keçirsiniz.
Burada mesela aktarırsınız ki reverse shell. Görün burada search hissəsi var mı? Bəli, var. PHP tre reverse yazırsınız və axtarışa verirsiniz. Görək axtarışın nəticəsində bizə nəsə çıxacaqmı? Okey. Çox vaxt çıxmasa, nə edə bilərsiniz? Gəlirsiniz burada, deməli, find deyirsiniz. Yazırsınız ki, find slash adına görə axtar. Nəyi axtarsın? Yazırıq ki, php reverse shell nöqtə php. Belə. Bunu yazacaqsınız və deyirsiniz ki, lazımsız məlumatları çıxarmasın. 2 böyük diş işarəsi slash dev slash null. Bu formada yazın. Enter klikləyəsəz, bu bizim üçün PHP reversal faylını əgər varsa tapacaq. Baxın, hal-hazırda axtarış gedir faylla bağlı. Və buradakı kod onu bildirir ki, mənə get faylın tapmısansa, onun yerləşdiyi hissələri gətir. Digər məsələlər mənə maraqlı deyil. Yəni, hər hansı bir əlavə çıxdılar göstərməsin. Fikir versə, hal-hazırda axtarır, amma tapa bilmir. Əslində, uşaqlar, Kali Linux'un özündə var. Kali Linux'un özündə var, hardan bilirik? Əgər siz rootme, ctf yazıb, ardıca walkthrough yazsanız, qarşınıza bir neçə şəxsin, məsələn, Will Parker'in qəşəng izahatı çıxır. Medium'da bu barədə detallı izah olunur. Belə axtarsın, bəlkə biz faylın adını səhv yazmışıq, ona görə tapa bilmir. Aşağı doğru düşsəz, görəcəksiniz ki, adamlar burada göstərir. Deyir, user share, web shell deyilən bir papka var. Deyirəm də burada belə şey olmalıdır. E, Bu tapa bilmədi, çünki faylın adını səhv yazmışıq. Deməli, biz daxil oluruq e, root papkasından. Burada fayl sistemi keçirsiniz. Ardınca user share. Bir de W'ni bassaz. W'ni basıp burada web shell çıkacak. Web shell'i açarsınız. Burada PHP papkası var. PHP papkasındaki bu faylı kopyalayıram. Kopyaladıktan sonra ne edeceğim uşaqlar? Kopyaladıktan sonra gəlib yapışdıracağım. Bura. Buraya yapışdıracağım. Bu faylın adını qoyuram nə? Bu faylın adını qoyacağım. Məsələn, elə qalsın bu formada. Elə bu formada qalsa da olar. Biz bir dənə baxaq görək ki, ümumiyyətlə sistemə bunu yükləyə bilirik ya yox. Sistemə bunu yükləyib yükləmədiyimizdə necə əmin ola bilərik? Bu açırıq faylı, əslində bizdə açıq idi. Gəlin açıq olan brauzerimiz varsa, biraz ekranı kiçilsək məncə görsənəcək. Yox, görsənmir. Okey, gəlin açaq. Bax, bizim IP-miz neçədir? IP-miz. Hədəf ünvanı IP-sindən söhbət gedir təbii ki. Bunun üçün də ekranı biraz yığmaq lazımdır. Yeri gəlmişkən 9 dəqiqəyə artıq uzun zəngimiz bağlanacaq. Ha, görək bu niyə görə donur? IP ünvanımız, IP ünvanımız yadınızdadır uşaqlar. Kimin yadında qalıb? Qalıbsa kömək etsin, çünki burada pəncərəni yığmaq, indi oldu. Biraz da düşünürəm ki, böyütmək lazımdır bunu. Bizə hədəf ünvanın IP-si lazımdır. Okey, görsənmir. Gəlin uşaqlar, səhifəni yeniləyək. Bəzən belə hallarda olur ki, proyektimin öz platformasında bu problem yaşanır. Okey. Biz start meşinə klikləyib açmamışıq raportu. Bu çox önəmlidir, gənclər. Səhifəni yeniləyəndə bu hissə fikir ver sizə pasiv olaraq qalır. Biz gərək bunu işlədək. Və indi görəcəksiniz ki, 50 saniyə sonra bizə fərqli bir IP adresi verəcək. Fərqli bir IP adresi verəcəyinə görə biz artıq, necə deyərlər, həmin IP adresi yazacağıq bura. Bura qədər hələ ki, təbii ki, biz o sistemi aça bilmədiyimizə görə test edə bilmirik. Bir dənə yadda saxlayın ki, bu CTF-də, yəni bu oyunda bizim server PHP faylını qəbul edəmir. Yəni, biz əgər onun üzərində düzəliş eləsək, yəni biz sistemə bunu, bu faylı necə yükləməliyik? Bu faylı yükləməliyik PHP formatında yox da, PHP kodları yazacaqsınız zaten. PHTML formatında. PHTML format. Çünki onsuz da bu deməkdir ki, sən HTML-ə PHP kodu yazırsan. Bu onu göstərir. Bu kodda da müəyyən hissələri düzəliş etmək lazımdır. Open with Sublime Text.
İstəsəz Sublime Text istifadə edə bilərsiniz, istəsəz Nano, fərq eləməz. İstənilən bir, belə deyək, alətdən istifadə edəcəksiniz. Daha sonra burada kommentariya olan hissələri, baxın, kommentariya olan hissələri silsəz, çıxsaz görəcəksiniz ki, çox da böyük bir kod qalmır. Bir qədər aşağı düşəndə kommentlər, bax bunlar kommentlərdir, bunlar kodlar deyil. Bir qədər aşağı düşəndə görürsünüz ki, sizə burada göstərir. Change this və change this. Görürsünüz, deyir ki, sən bura e, öz IP adresi yazmalısan. Bura isə port nömrəsi. Məsələn, port nömrəsini qoyuram 444. Yaxşı, IP adresi olaraq mən bura nə yazacağam? IP adresini yazmaq üçün uşaqlar. Deməli, burada bizim terminalımız var. Terminalı açırsınız. Terminalı açdıqdan sonra yazırsınız bura if config. Bu sizə bizim IP adresimiz barəsində məlumat verir. Baxın, bizim IP adresimiz Docker olan yox, budur. Bax, bu hissə. 1049 101 142. Hətta diqqətlə basıb görəcəksiniz ki, attach box'un özünün yanında yazılıb. Yəni burada zaten yazmışdı ki, sən attach box'un, yəni buradakı IP-va göstərdiyim hissə var. Ha. Buranı göstərərək kod yazmalıyıq. Bura həmin IP-ni yazmalıyıq. Hücum elədiyimiz yerin IP-sini yox. Yaxşı, yazıram bura 10 49 ardınca 101 və 142. Bunu yazdım. Port nömrəsini yazdım. Bu faylı yaddaşa vururam. Yaddaşa vurmaq üçün Ctrl S. Yaddaşa vurduqdan sonra biz artıq bu pəncərəni bağlayırıq və bunu uşaqlar yükləməliyik uzaqdakı hücum edəcəyimiz serverə. Ora bu IP-ni yazırıq. Buradakı IP yox. Buradakı IP 1049 101 142 mənə aiddir. Bu isə hücum elədiyim yerə aiddir. 10 yazıram bura. Ardınca 49 və 179. Nəhayətinə gəlib yazıram bura 31. Bu bizim oldu yeni IP-miz. Və biz bilirik ki, bu faylı hara yükləyəcəyik. Panel adlanan hissə. Sizə bayaqlar onu göstərmişdim. Panel adlanan hissəyə gəlib mən bu faylı yükləyirəm. PHP Reversal. Görürsünüz, faylımız buradadır. Bu faylı geçəncəsinə yükləyəcəyik sistemə. Yüklədikdən sonra Upload-a klikləsəz, görəcəksiniz ki, Portugal dilində yazıldı ki, faylın sistemə uğurla yükləndi. Hə, bunun uğurla yüklənməsi bir dərd. Bunun yadınıza gəlsə, upload hissəsinə gedirik bayaqlara. Upload isə mən bunu görməyim, bu ikinci bir dərddir. Xatırlayırsınızsa, mən orada port nömrəsini dəyişmişdim. Dinləmək üçün, gənclər, dinləmək üçün Netcat deyilən bir tool var. Ondan istifadə edirik. Məsələn, biz gəlib yazırıq NC, Netcat deməkdir. LVNP. Bu nədir? Bax, qabağında tire mütləq olmalıdır. Kim 9 və 10 bal almaq sizə mütləq şəkildə bunu təqdim eləməlidir. Bu təqdim olmalıdır mənə. Tre-LVNP o deməkdir ki, listen, dinlə, verbose modda dinləyəcəksən. Mən sənin saytın adını yox, IP-ni var verəcəm. P-daki port deməkdir. Məsələn, bizdə portumuzun nömrəsi neçə idi? 4 dənə 4 qoymuşduq. Enter-ı kliklədikdən sonra, bu mənim saytımda, daha sonra mənim sistemimdə 4444-cü portu dinləyir. Mən gəlib burada PHP Reversal faylına klikləsəm, bilirsiniz ki, bu özü 4444-ü dinləyir. Daha sonra ora yerləşir. Və IP ünvanında bunu qoymuşdum da mən. Artıq fikir versəz, burada biz belə skript görürük. Bu tip bir şey görürük. Mən əgər gəlib buraya yazsam ki, who am I? Bax, Linux sistemlərində bu kod istifadə olunur. Nədən? İstifadəçi adını aşkara çıxarmaq üçün. Who am I yazsam, görəcəksiniz ki, burada bizə göstərir ki, biz kimik. Serverdə bizə yerimizi göstərir. Yəni bizə burada kimliyimizi göstərir. Mən burada bir qədər səlahiyyət yüksəltmək deməyək də shell-i dəyişdirmək istəyirəm. Bax, hal-hazırda gördüyünüz ekran shell-dir. Və mən burada istəyirəm ki, bir qədər, necə deyərlər, sistemi dəyişdirim, görüntünü dəyişdirim və burada bizə təqdim olunan nədir ki, get orada user txt var, get o faylı tap. O faylı tapmaq üçün birincisi gəlin yazaq ki, find name. Yazırsınız ki, find adı üzərində user txt-ni tap, mənə digər kodları, xəta kodlarını və s. bunları gətirmə. Əgər bunu yazıb enter klikləsəm,
Bu bizim üçün axtarır. Əgər sistemdə user.txt faylı varsa uşaqlar, o faylı tapıb mənə gətirəcək. Bax, hal-hazırda fikir versinizsə, axtarışla bağlı burada sorğu gedir. Bu indi bunu tapmağında olsun. Bizim etməli olduğumuz nədir? Bax, fikir versə tapdı. Deyir ki, sənin axtardığın varın içində 3W, onun içində user.txt. Faylın içindəki yazıları oxumaq üçün Linux sistemində, məsələn, siz hər hansı bir Word dokumenti oxumaq üçün üzərinə klikləyib oxuyursunuz da. Linux sistemində cat komandası var ki, cat yazıb ardınca faylın tam yolunu, yəni gəlib yazsaz ki, cat slash var slash 3W slash user.txt yazsaz, görəcəksiniz ki, biz bunun içindəki yazını oxuduq. Və nəticədə siz gəlib bunu buraya yapışdırsaz, artıq üçüncü